Bəzi abituriyentlər müəyyən fənlərdə daha uğurludurlar. Digər fənlərin isə onlara lazımsız olduğunu iddia eləyir və deyir ki, məsəl üçün mən tərcüməçi olacamsa, mən ədəbiyyatçı olacamsa, riyaziyyatın üzərində bu qədər işləmək mənə lazım deyil. Və bu mənə gələcəkdə o qədər də lazım olmayacaq. Ona görə mənim həvəsim yoxdur riyaziyyat çalışmalarına vaxt ayırmağa. Və yaxud da texniki fənlərə istiqamətlənən, texniki ixtisaslara istiqamətlənən abituriyentlər də deyir ki, məsəl üçün mən Azərbaycan dilini onsuz da ölkənin vətəndaşı olaraq bilirəm. Qrammatikanın dərinliyindən öyrənməyimə o qədər vaxt yoxdur. Mən həmin vaxtı gedib dəqiq elmlərə sərf eləsəm daha yaxşı bal toplayaram. Burada həmin əziz abituriyentlərə bizim tövsiyəmiz nə olar? Necə olsun ki, digər fənlərdə paralel şəkildə apara bilsinlər? Və yaxud da hələ paralel aparmaq lazımdırmı? Bəlkə haqlıdırlar. Bəli. Ümumiyyətlə biz belə düşünürük ki, imtahan sistemi elə formatda qurulub ki, bizim ümumi balımız daha önəmlidir. Bəli. Yəni bir şagirdin hansısa bir fənni 100% gətirməsi və yaxud da hansısa fəndən 30%, 40%-i təhlil olunmur o dərəcədə, amma universitet seçimində mütləq şəkildə biz ümumi bala baxırıq. Yəni şagird indiki halda imtahana xüsusilə də bir ay yarım qalmış bir vaxtda çox verilişimizdə əlamətlər oldu ki, bu cür imtahan vaxtları da elan olundu. 11-ci siniflər 9 mart və 15 mart imtahan verəcəklər. Və demək olar ki, bir aydan da çox vaxtımız var. Belə bir dönəmdə artıq bu fən mənim nəyimə lazımdır, bu mövzu mən gələcəkdə necə işlədəcəm, bu tipli suallar artıq indinin müzakirəsi deyil. Baxın, ola bilər şagird haqlıdır, ola bilər şagirdin əksər hallarda görmədiyi nöqtələri var. Məsələn, biz özümüz də şagird olmuşuq, tələbə olmuşuq, müəyyən yolları keçmişik. Biz bu mənə lazım olmayacaq dediyimiz əksər şeyin həyatda lazım olduğunu görmüşük, bilmişik. Bu bizə və ya ətrafımızdakı başqa bir sahəyə lazım olub. Hələ nəzərə alsaq ki, imtahanda ki, tələbə olur şagird, abituriyentdən keçid edir tələbəlik dövrünə və artıq müəyyən bir ixtisası öyrənməyə başlayır. Bu məktəbdə keçirilən hər bir bölmə təməl bilgiləri təşkil edir. O təməl bilgilər universitetdə müxtəlif ixtisaslaşmalarda onun köməyinə çatacaq. Xülasələşdirsək bu fikri ki, şagird son bir ayda əgər universitet istəyirsə, mütləq beynini qurcalayan bu tipli suallardan uzaq durmalıdır. Şagird beynini bir şeyə kökləməlidir. Birinci növbədə mən nə etməliyəm? Ümumi balım mükəmməl olsun. Ümumi balım yaxşı olsun və yaxud da zəif orta oxuyan şagirdəmsə, abituriyentəmsə, mən köklənməliyəm ki, mən heç olmasa minimal keçid balları var da hər ixtisas üzrə. Mən o keçid ballarından yiyələnim. Çünki burada bəzilərində illərlə zəhmət var, valideynin çəkdiyi zəhmət var, həm maddi, həm mənəvi. Yəni bu proses böyük bir prosesdir də. Sadəcə gəlib 3 saatda həll olunan bir kiçik bir proses deyil. Bu 3 saatlıq imtahanın pərdə arxası hissələri var. Bəzi əziz abituriyentlərimizə buradan çatdırış belə bir səslənirik ki, deməli, hər görüşdə, qrup yoldaşları ilə, müəllimlərlə görüşdə saatlarla, dəqiqələrlə şikayətlənmək əvəzinə, çünki o şikayət son bir ayda, son bir neçə həftədə imtahan sistemini dəyişə bilməyəcək. O şikayətlərə ayırdığımız vaxtı, evdə valideynlərlə mübahisəyə ayırdığımız vaxtı, dərsə ayırıb bir neçə sual artıq yazmaqla biz yüzlərlə rəqibimizi önə keçə bilərik.